Görürsünüz dostlar. Ətraf yaşayış masividir. Tam asfaltın üstü. Pad-obyekt evimizin təqdimata gəlmişik. Evimiz budur. Pad-obyektdə kəmər də atılıb. Evimizin üst tərəfi balaca olsa da aşağıdan harca bura qədərdir. Yəni genişdir. Belə bir ev tam asfaltın üstü. Bu asfaltdan köməkçi avtobuslar da işləyir. Pad-obyekt. Yəni al salon elə, aptek elə, hər şey elə olur. Mağazin falan. Binə qəsəbəsi çörək zavodunun tam yanında. Pekarne deyirlər. Bax, yerdən deyil dostlar. Padvalı 4 daş kürsülüdür. Yol da olub deyə belə görünür. Amma kürsülüdür. 4 daş kürsüsü var. Burada sanitar qovşağı. Giririk. Sağda mətbəx. Divarların bəziləri tək daşlı, bəziləri qoşa daşlı. Burada bir dənə belə qonaq otağı. Plus da bir yataq otağı. 3 otaqlı evdir dostlar. Evi ceyran peçinə qızdırırlar. Beton pilləkandır. Kəndən də qalxdın, yuxarıda bir dənə belə yataq otaqdır. Görürsünüz? Pəncərədən də çöl görünür. Yataq otağı genişdir. Bax bu qapı, yəni bu qapının üstü istəyən olsa söküb, buranı da otaq artıra bilər. Yəni buradan məsafə bu evə məxsusdur. Evimiz ideal evdir. Qazı da var, işığı da var. Qiymət də dəyərindən ucuz deyilir həqiqətən də. 36.500.